Biz dünyaya gəldikdə nə maşınla, nə evlə, nə işlə, nə vəzifə ilə olduğumuz indiki heç bir şeyimizlə gəlməmişik. Ana bətinindən biz dünyaya gəldikdə əliboş, hətta paltarsız, çılpaq halda belə dünyaya gəlmişik. Dünyaya gəldikdə bizə hörmət əlaməti olaraq bir ağ parçaya, ağ rəmzi mənada günahsız və gedişdə də ağ parça da rəmzi mənada dua edərək ki, Allah, bunu necə məsum yaratmışdınsa, günahını bağışlayaraq öz huzuruna da bunu nə kimi, günahsız qul kimi qəbul etdiyə rəmzi mənadadır. Amma necə gəlişdə kimisinə görürsən, heç ağ parça bələk qismət olmur, gedişdə də heç bəzisinə kəfən qismət olmur. Dünyanın bu əsrarıdır, hikməti, həqiqətləridir. Ona görə biz dünyaya gələndən sonra işdir, vəzifədir, maşındır, evdir, dostlardır, ailədir, övladdır. Bütün bugün sahibləndiyimiz hər bir şeyə biz insan statusu, insanlıq adını alandan sonra almışıq və yiyələnmişik. Ona görə də hər nəyə yiyələniriksə, hər nəyə sahibləniriksə, gərək insanlıq adımızı neyniyək? Qoruyaq və saxlayaq, insanlığımızı əlimizdən verməyək. Bu günləri sən müəyyən gücdən, qüvvədən istinad ora əsaslanaraq, güvənərək güc tətbiq edə bilərsən. Amma unutma ki, yenilməz qüvvət, qüdrət sahibinin gücü qarşısında bəşərin gücü okyanın damla nisbətinə, qum səhrasının qum dənəciyinə belə müqayisə edilməyəcək dərəcədə kiçikdir və ölçüyə gəlməyəcək qədər çox sözün həqiqi mənasında xırdadır. Və ayədə buyurur ki, biz Musa və Haruna söylədik, İzhəbə ilə Fir'aunə, innəhu tağa. Allah heç bir yaratdığını istəmir cəhənnəmə aparsın. Əsl həqiqətdə biz öz iradəmizlə, öz yaşam tərzimizlə gedəcək yerimizi, ünvanımızı seçim edirik. O bəzən deyirlər, cənnət də burada, cəhənnəm də burada, aldatma məni, orada nə cənnət var, nə cəhənnəm. Əsl həqiqətdə oranı biz burada qazanıb gedirik. O mənada hər ikisi buradadır. Yəni, dünyanı dəyişəndən sonra seçim, əməl, imkanın, iqtidarın olmur. Allah hətta Fironun ünvanına buyurur ki, Peyğəmbərimizə buyurur ki, İzhəbə ilə Fir'aunə innəhu tağa. Musa və Haruna söylədik ki, get Fironun yanına, onun sarayına, gedin onun yaxınına, sarayına. Çünki o artıq tüğyan edib, artıq insanlığını unudaraq Allahlıq iddiasındadır. Fəqula ləhu qovlən ləyinən. Gedin onunla yumşaq danışın. Baxın, İnsanın qəlbinə təsir metod və yollarından biri yumşaq danışmaqdır. Əgər biri qəzəblidirsə, sən də ona qarşı qəzəblik danışanda bəzən o daha coşar. Amma onun qəzəbi soyduqdan sonra mülayim bir şəkildə, səbirli, təmkinli, huzurlu bir şəkildə onunla danışdıqda buyurur, fəqula ləhu qovlən ləyinən. Gedin Fironla yumşaq danışın. Halbuki Allah deyə bilərdi də, bütün güc, qüvvət məndə, elə ecazda əsanı götür, get yüksək səslə, yüksək tonla. Amma Allah bizə sözün həqiqi mənasında insanlarla davranış qaydasın. Üslubun bizə öyrədir bu ayədə. Onlarla mülayim şəkildə danışın. Ləalləhu yətədəkkəru əv yaxşa. Ümid var sizin bu danışıqlarınızdan o həqiqəti xatırlaya və Allahdan qorxa. Yəni ki, həqiqətləri başa düşən. Baxın, son anda belə Allah öz höccətini tamamlamaq üçün onu uyarlayır, onu xəbərdar eləyir, onu qəflətdən çıxardaraq həqiqətə doğru aparmağa vasitələr yollayır.